yaradıcılığı. Bulaq. Axşamınız xeyir, əziz, hörmətli dinləyicilərimiz. Axşamınız xeyir. Necəsiz? Keyfiniz, əhvalınız? Tək yaxşı olasınız. Biz də yaxşıyıq. Ömrünüzə, gününüzə diləkçiyik. İndi biri qaydar ki, bəs avalan, bu əl-ayağın yığış oluban, düyümlənən çağı, sözün söhbətin ortaya gələn vaxtıdırmı? Ay aqibəti xeyir. Biri də o yandan qaydar ki, avalan nə saza vədə var, nə də ki sözə. İkisi də birləşib nə vədə ortaya gəlsələr, göz üstə yerləri var. Dedi, nə olar? Həmişə sazın sözün arasında, şadlıqlarda, şənliklərin yuxarı başında olasınız. Elə belə, söz gəlişi idi başına dönüm. Dediyim odur ki, yayın bu ağartının təknədə dələməliyən vaxtı, yayın bu cırhacırında, sazın da, sözün də, diniyib dinşəməyin elə bu dağlar olsun gərək axı. Aşığı dindirəsən, dağlar sarı köyrəli bən çalıb çağırası. Sözü baş eləsən, el yoluna, elat izinə düşübən yaylaqların, buz bulaqların, quzeylərin, çaxnaqların sorağın tutası. Dağların da ki, qonağı qarası birdimi, ikilimi denən. Görürsən elə məğribin gözü lillənən çağı, bu yastanların toranı köz deyil ha. Bu vaxtda deyirlər, dağların, dağ başının gözü yol çəkən çağı. Deyir bu vədə dağlar çıxır yol üstünə. Yolların ağına baxır, gözləyir. Kimi gözləyir, hələ bilən yoxdur deyirlər. Sabahı gün yenə gün çırtdanır, qonur yolların ağına. Bu burma yollarla kimlər gələsi? Beləcə gözləyə gözünün kökü saralar. Biçənəklərin, güneylərin, quzeylərin otu ələfi qızıllanar. Dağların payızı baş elər. Başı bir oğlanmış, düzəndə, aranda, aranın suyu düşmür, günü gündən geri gedəsin. Ata-anası görür, balam belə getsə, Dağbaşı adında gözəl göyçək oğlanları göz görəsi hayf olacaq. Neynəsinlər, neynəməsinlər, daha dava dərman, ilim illac qalmayıb eləməmiş. Bir ağlı kəsən qayıdır ki, bəs filan yerdə bir davaçı dərmançı var. Sınamağı qurt yeməyib, aparın oğlunuzu göstərin ona. Yerin altından da xəbəri var, üstündən də. Bilsə o bilər bu dərdin çarasın. Dedilər, nə olar? 1000 idi, olar 1001-incisi. Təki avandından olsun. Soraq axtarıb tapırlar bu bilicini. Baxan kimi deyir, abala, bunun dərdinə bircə dərman varsa, o da filan yerdə, filan adda bir dağ var. Bu dağın bir quzeyi. Bu quzey il uzunu bircə günorta gün görür. Quzeyin yaxasında bir bulaq var. Dağbaşı gərək həmən quzeyin gün görən öynəsi həmən bulaqdan su içsin. Hər o başdan o quzeyin havasından nəfəs almalıdır. Məndən deməkdir. İndi özünüz bilən yaxşıdır. Dağbaşını elə söz vaxtına çəkər, gətirdilər yayın bu öynəsi həmən dağa. Yola çıxanda dağbaşı qohum qardaşla halal hümmət elədi. Deyiklisi and içdi, aman kəsdi. Qara bir çəyimə ağ hörrəm. Nə danışdığımdır? Bir ötüb o biri deyən il yanındayam. Sən oraların qarından yayacan saxla ginən. Saxlasan, deməli məni yaddan çıxarmamısan. Yolun yumuşaq, işin avant dağbaşı. Gözlə gələsiyəm. Dağbaşı həmən quzeyin, həmən bulağından su içdi. Oldu sap sağlam anadan gəlmə. İl ötdü, ay dolandı. Dağbaşı qışın qarından götürübən deyiklisi üçün saxladı. Hər o başdan tez duruban baxdı yollara sarı ki, görsün sevgilisi gəlir ya yox. Ta payız yük düşərənə kimi beləcə, gözlərinin kökü sarala. O vaxtdan bəri deyir eyləcə, dağbaşı hər il qışın qarından götürüb saxlar, ta yayın qızmarınaca. Hər sabah gözləri qonar yolların ağına, gözdə ki gözləyəsən. Sevgilisi ha bugün gələ, ha sabah gələ.
başını sağaldan bulaqlardan bizim yurtda, bizim eldə, bizim dağlarda o qədərdir ki, sayın hesabın bildim deyən yoxdur. Bizim dağların havası, suyu çox davaların dərmanıdır. Löyn-löyn otların, çiçəklərin, avarın, çavarın demirəm hələn. İsmailli'dən Səlim adında bir dinləyicimiz yazır ki, bəs İnişil şəhərdən qohumlarımız bizə qonaq gəlmişdi. Doya başa çatsın, bir dəstəcə uşaqları da vardı aman zaman. Bir gün xeyrisindən olmayan kimi dura-dura uşağın burnundan qan açıldı. Əzəl heç kəs mənsimədi. Dedik, burada nə var indi? Olan şeydir, suyu zadı dəyişilib ondandır. Kəsiləcək, gedəcəkdir. Ancaq uşağın burnunun qanı kəsilmədi ki, kəsilmədi. Ay haray, həkim filan yetirdi özünü. Bilmirəm, həkim biraz naşıydı mı ya nəsə, onun da əlindən bir şey gəlmədi. Göz görəsi gül kimi uşaq solur gözümüzün qabağındaca. Böyük pərtliyi, peşmançılıq. Daha nə başınız ağrıdın, əlimizdən nə gələsidir. Bu handa kəndin ağsaqqallarından biri bizim doqqazın yanından keçirdi. Səsküyə ayaq saxladı. Dedi, avala nə olub? Dedi, hal qəziyə belə. Qayıtdı ki, uşağı incitməyin. Qoyun qalsın, bu saat gəlirəm. Bir hordan gördük qoca Ağbədi xeyir, əlində bir yüngül dəstə ot, başı lovlu girdi içəri. Girən saat elə bu otdan uşağın burnuna yeritdi. Elə vaxt bu olacağı danışdığım handa gördük uşağın burnundan qan kəsildi. Bıçaq pendiri kəsən kimi. Dayı, hər şeylə tələsik oldu ki, nə həmən ağsaqqala dil ağız eləyə bildik, nə də mənsimədim ki, bu otun adını xəbər alım. Belə bir suyu piş-pişiyə oxşayan ot idi. Sonradan dedilər, bəs bu ot hardasa qayanın dibində zadda bitir. Laf sonradan bunu yerli yataqlı öyrənərdim ha, ancaq həmən qoca dedilər elə yengisi rəhmətə gedib. Bu otu da ara bərədə deməyəsən elə bircə o tanıyıb bilirmiş. Hə, indi sözüm odur ki, belə şeyləri gərək yaxşı-yaxşı öyrənək, görək, götürək. Mən ara bərə həkimliyini, türkə çaranı zadı büsbütün tanıyıb bilən deyiləm ha. Ancaq baxıb görürəm ki, elə həkimlərimiz, baş çıxaranlarımız üçün bu türkə çarada filanda görüb götürüləsi, öyrəniləsi şeylər çoxdur. Deyir, qabaqlar bilicilər azar-bezarı çöllərdən, biçənəklərdən, dağdan, daşdan yığdıqları otlarla, çiçəklərlə, mer-meyvə ilə, həpir köpürlə qovarlarmış. Yağın bunların arasında xeyirli şeylər çoxdur. Qocalardan, başı çıxanlardan belə şeyləri öyrənmək lazımdır. İraq-İraq insanlar azar-bezarı lap çox qabaqlardan otlarla, çiçəklərlə, bitkilərlə sağaldarmış deyir. Başı çıxanlar deyir ki, bəs az yox, azacıq yox, bizim minillikdən 500 il qabaq ömür eləyən Zərdüş öz Avestasında bu haqda yazıb. Şamaxının Məlhəm kəndində o vaxtlar belə şeyləri bir yerə yığıb yığışdıran azman bir ocaq olubdu. İndilər ona Tibb Akademiyası deyirlər az qala. Bütün gün çıxan tərəf, şərq ölkələri tanıyırlarmış Məlhəm dava dərmanın. Kim bilə, kəndin adı da bəlkə elə burdandır. Hə, belə deyirlər ki, bəs Xaqaninin əmisi Kafiyəddin Ömər Osmanoğlu da buradaymış. Kafiyəddin Ömər Osmanoğlu o çağın ən tanıqlı təbiblərindənmiş. Hələ o vaxt cürəbəcürə göbələklərdən heç kimə bəlli olmayan bir dərman düzəldibmiş. İndi ona penisilin deyirlər ha, onun kimi. Yenə o vaxtın barmaqla göstərilən təbiblərindən biri, 18-ci yüzillikdə gün keçirən Şamaxılı Məhəmməd Yusif Şirvani. Məhəmməd Yusif Şirvani Tibbinamə adında 112 paralı bir kitab yazıb. Bu kitabda bir sıra azar-bezarın dava dərmanın deyirmiş bu Məhəmməd Yusif Şirvani. Məhəmməd Yusif Şirvani deyir, İraq-İraq boğazın ağrıyırsa, bircə tut yarpağından gül xətmi, bir də mərciməyi, birgə qaynadıban süzgünən. Sonra qarqara elə. Gözünüz həmişə işıqlı olsun. Göz ağrısın belə qaytarırlarmış. Əzilmiş sumağı qarışdırırlar gül suyuna. Çəkirlərmiş ağrıyan gözə. Atalar deyib dişin ağrısa çək qutar. İndi bəs görək dişin çəkdirməyənlər neynirdi? Çinar yarpağı ilə sirkəni bir yerdə qaynadıb suyundan ağrıyan dişə damızdırırlarmış.
Sonra canım sənə desin, gül xətminin kökəsini də ağrıyan dişin dibinə sürtsələr, ağrı ötürmür. İraq-ıraq işdi başın zad ağrıyıb eləyirsə, Məhəmməd Yusuf Şirvani deyir ki, bəs şəkərlə badamı bir-birinə qarışdırıb yeginə, ya da yasəmən qoxlaginə, gül suyundan ağrıyan başa çəksən, ağrı əməlli başlı keçər gedər. Yaş ötüb ahıl olandan sonra da dişinlə qoz sındırmaq istəyirsənsə, nə olar, laf yaxşı. Məhəmməd Yusuf Şirvani deyir ki, bəs onda gərək tez-tez yarpuz çeyləyəsən, darçın yiyəsən, üzün sarılığın aparar. Zəhərlənmiş adama bişmiş çuğundur verərlərmiş əl üstü. Tut, üzüm, qara əncir yarpağın bir yerdə qaynadıban, suyundan ağarmış saça sürtüblər, qaralıb. Qulağınız bizdə olsun istəklilərimiz. Ən irəlisi, həmişə gül xətmi ilə başını yusan, saçı möhkəm olar, tökülməz. Ancaq heyf bilən yoxdur. Görəsən, Məhəmməd Yusuf Şirvaninin saçı axıracan qalıb, yoxsa qalmayıb. Yaddaşın işdi, üzü dönük çıxsa, onda gərək çoxlu şirin nar yiyəsən. Əzizim nardan olsam, bağçadan, bardan olsam, dünya çıxar yadımdan, o bir cüt nardan olsam. Başınızı çox ağrıtmayaq. Məhəmməd Yusuf Şirvani sonra mermeyvənin dava dərmana qolaylığından danışır. Bəs deməklə bizim yurtda yetişən meyvəcətdən bircəsin tapanmazsan ki, xeyri olmasın. Üzümdür, gilasdır, albalıdır, nardır, almarmuddur, qoğun qarpuzdur, əncirdir, qoz fındıqdır, əzgildir, zoğaldır. Sözün kəsəsi demə bunların hərəsinin öz yeri, öz xeyri varmış. İndi görək bəs bağ-bostan bitkilərindən hansılar dava dərmana yarayandılar. Keşniş qan qalxımının qabağındadır. Vəzəri sınqa azarının dərmanı olub elə o çardan. Soğan acı da olsa demə o sarıdan çox şirinmiş. Kəvər qan azdısa çoxaldır. Yer kökü öskürəyi bıçaq kimi kəsəndir. Oğul uşağa boy paylayandır. Nanə qarın ağrısının, burğunun çarasıdır. Sarımsağın iynə nə baxırsan, min bir dərdin dərmanıdır. Atalar elə quru yerə deməyib ha, əcəb yedim sarımsaq, canım oldu sap-basaq. Zəfəran üşütməni qızdırandı, qızdırmanı soyudan. O vaxtlar illər xəstəsi qayıtdı ki, gündə mənə əvəlikli aş verin, gələn toyda toy babası ilə qurşaq tutmaq məndən. Şomu deyir fərəzə, şəkərlə yola getməyəndir. Bir qarınquludan soruşdular, sən o istədiklərinin canı, əzəldən nə yemisən ki, bu dünyanı silib süpürürsən, dedi tərxun. Böyürtkən qayıtdı ki, tənbəlliyim olmasa, qışı yorğanımda tərrədərəm. Yoruldum ağlamaqdan, bağa su bağlamaqdan, bağda yarpız qalmadı yarama bağlamaqdan. Balqabaq deyir, hələ o gündən sarılıqla qanlı bıçaqdır. Qara qaytərmə var, bir də şətərə oturlar deyirlər. Onların ikisinin də kötüyündən həb düzəldərlərmiş. Deyir kim bu həbdən ac qarına gündə 3 dəfə atsaydı, azarın bezarın nə olduğunu bilməzmiş. Bayağı o İsmailli'dən dinləyicimiz qan saxlayan bir bitkidən danışırdı ha. Onun adı boymədərəndir. Azar-bezardan uzaq olası sizi həmişə bizim istəklilərimiz. Hər vədə qollarınızdan qüvvə əskiyi olmasın, gözlərinizdən işıq. Ömrünüzün, gününüzün hər çağı buz paltasından təpərri olsun. Bu sıradan bilmədiklərimiz çoxdur yavrum. Beləncikləri bilən varsa, qoy yazıb göndərsin bulağa. Əzəl başdan çox sağ olun.
Deyir o vaxtlar Əhməd adında bir el igidi vardı. Bu Əhmədin də günlərlə tamaşasından doymadığı bir yer, Xınalı Qaya. Adına Qırmızı Qaya deyirlərmiş. Əhməd də igid deyəndə igiddir ha. Daşqın çaylar körpüsü, qaranlıq gecələrin bələdçisi, qəlbi boyuna buxununa əl çatmazdı. Kürəyinin arasında yalancılar sözü 2 mənəm igid gizlənərdi. Nəfəsində yumurta bişərdi. Əhməd çoban idi. Kəndin o arabərənin ən adlı gözəlinə nişanlanmışdı. Zöhrənin tayı bərabəri heç yox idi. Qaşları qurulu yay, Fərhad kamanı, gül ətəkli, dili bal pətəkli, badam sığmayan ağzı, sinə səmərqənd kağızı, ülqumundan su keçsə görünəsidir. Ayla günlə bəhs edir. Əhmədlə Zöhrə nişanlı idilər. Ancaq bu vaxtacan birinin əli o birinə dəyməmişdi. Bir sabah Əhməd yenə sürüsün çıxardı Xınalı Qayanın döşünə. Birdən qayanın başında 2 qoç buynuz buynuza gəldi. Əhməd çatdıranmadı. Qumral qoç vurub əvrəşi qayadan saldı. Qayanın qılıncasından boylanıb gördü balam xeyli aşağıda əvrəş qayanın səkisinə düşüb qalıb orada. Ürəyi durmadı. Qayanın ora-burasından tuta-tuta birəm-birəm endi qayanın qabırğasına. Qayanın dibindən Əhməd olan yerə daş qulaylasaydın çatmazdı. Burada qayanın qırımlı yeri idi. Nə qədər əlləşdi gördü yox. Zarafat ilişib qalıb burada. Heç oyan buyanı yoxdur. Kəndə xəbər getdi çatdı ki, bəs Əhməd düşüb Xınalı Qayanın böyrünə. İndi oradan nə illah eləyir çıxa bilmir. Yoldan keçən yavuq gəldi, kənd kəsə yığışdı. Zöhrə də əli ürəyinin başında qalıb kəsilə-kəsilə. Yaxın gələ bilmir. Kəndin bir xəlvət yerindən durub baxır Xınalı Qayalığa sarı. Bəli, el yığışdı, genişdi. Hərənin ağzından bir avaz gəldi. İp sallamaq olmazdı, sicimi daş kəsər. Biri dedi, bir cüt qara kötan qayışı olsa çıxar. Bəs qayışın düyünü açılsaydı necə? Qalmışdılar elə beləcə. Bir gecə qaldı. Əhmədin anası bacısı da onunla. Onlar aşağıda, bu yuxarıda. Sabahısı yenə el bürüdü Xınalı Qayanı. Bürüdü nə var? Yenə hamı qalmışdı çarasız. Kənddə bir ağsaqqal vardı. Qan barışdırıban, qada soğuşduran, el kilidi. Əhmədin anası yetirdi özün ona ki, varsa da, yoxsa da bircə çara sənə qalıb. Əl mənim, ətək sənin. Dedi, yaxşı, qoy cəmaat dağılışıb getsin, baxaram. Gecə gözü orada heç kəs qalmasın gərək. Bəli, toran çaldı, gecə düşdü. Birdən qayanın ay doğan çiynindən Zöhrənin səsi gəldi. Əhməd, ay Əhməd! 2 ağız harayladı. Elə bir Xınalı Qaya yerindən oynadı. Əhməd, ay Əhməd! Burada nə var? 2 gündür girinci olub qalmısan. Əhməd heç bilmədi Xınalı Qayanı üzü yuxarı pələng kimi necə dırmaşdı. Gördü qayanın qoltuğunda el ağsaqqalıdır. Ana bacısıdır, bir də nişanlısı. Çox yox, elə onun sabahısı Əhmədlə Zöhrənin toyunda çalıb çağıran qara zurnanın səsi Xınalı Qayanı başına götürdü. Sizi də həmişə şadlıqlarda görək. Göndərəni Kəlbəcərdən İdris Verdiyev. Bir gün bir arvadın qızı gəlin köçürmüş. Qız da elə ədəbli, ərkanlı, gözəl göyçək qızmış. Qız ayağın astanadan bayra atanda anası qayıdır ki, avala bir hor toxta gibi. Deyir, nədir ki, ay ana? Anası qızın cibinə bir daş qoyur ki, qızım, məndən sənə amanat. Bu daş danışanda sən də dil aylandırıban danışarsan. Qaynata, qaynana yanında oturuşuva, duruşuva fikir verginə. Deyir, baş üstə ana. Get indi bala, ömrün uzun olsun, günün xoş, mən deyəni yaddan çıxarma.
Qız yad evlərə köçür. 1 il belə, 2 il belə, 3 il belə. Gəlin nə şit, nə şor. Bu 3 ildə heç kəslə kəlmə kəsib danışmır. Hamı elə bilir ki, laldır. Atası düşür oğlunun üstünə ki, balam sən seçib sonalayanda bir fərrisindən yapışa bilmirdin. Elə bir lalımız əksiydi. Oğlan deyir təzədən evlənirəm. Mənlə ki kəlmə kəsib danışmayacaq, belə arvadı neynirəm? Oğlan nişanlanır başqa bir qıza. Nəsə əməlli başlı toy zad mərəkə. Gəlin də ki başın salıb aşağı elə bir günü bunun üstünə gəlmir. Tərəzə toyun axırıncı günü yetişir. Köhnə gəlin inəkləri sağır. Həyətdə ocaq qalıban ağartını da qoymuşdu ocağın üstünə. Bu ara zurna qavalla, damba durumla təzə gəlin girdi həyətə. Həyətə girən kimi qayıdır günüsünə ki, aylar gəlin kar gəlin, süd açdı ki qazanla. Köhnə gəlin də açır yaşmağın, verir təzə gəlinin cavabın, görək nə deyir. Ay dilli dilçəhli gəlin, özün yəhər qaşında, gözün ocaq başında, atdan düş sonra danış. Xəbər yayılır ki, abaşımız baxtəvər, gəlinimiz lal niyə olur? Dilli dilavərdir, gözümüz aydın, kəlmə kəsdi axır ki. Oğlana xəbər çatır. Deyir, əşi gördünüz, gözlərim məni aldatmayıb. Təzə gəlin yolun altı ilə gəlmişdi üstü ilə gəlmişdi altı ilə. Köhnə gəlinin bir də təzədən toyu olur. Təki şadlıq olsun, qalan hamısı düzələn işdir. Göndərəni Laza kəndindən Hacıyeva Gülçöhrədir. Dəyərli dinləyicilərimiz, biz sizdən neçə kərə xahiş eləmişik ki, yurdumuzda olan qalalar, tikililər, körpülər haqda xəbər ətər verəsiniz. Hər dəfə siz yollayan məktubların arasında belələrini arayıb axtarırıq. Ancaq hər kərədə görürük ki, yoxdur. Bu bir ayda qalalarımızdan, tikililərimizdən ancaq bircəciyindən sonra qala bilmişik. Xırdalandan İmam Mirzə Şahbazov Təngəsəbrim qalasından deyir. Deyir ki, Qubadan Qonaqkəndə gedən yolun üstündə bir zoğal bağı var. Deyirlər, savab iş görmək istəyən hansı qocasa, çılpaq bir qayanın yamacında xeyratlıq saldırıb. Bu zoğallığa çatmamış, bir çiyini quşqonmaz təngə qayasına dirsəylənən, ətəyi şıdırğı vəlvələ çayına sallanan bir qala olubdur. Buna təngə ya da Səbrim qalası deyirlərmiş. Bu qalanı deyir, o vaxt Azərbaycan xanlıqlarını bir-birinə calamaq üçün çalışanlardan biri Müşkürün Dədəli kəndindən olan Hacı Davud bəy tikdirmişdi. Sıramız gəlib çatdı el şairlərinə. Qabaq siftələr sizə Şamaxılı el şairlərindən Mustafa Gorani, Minabəyim haqda söz demişdik. Bu dəfə Tovuzlu Nəcəf Alıoğlundan danışaq. Aşıq Nəcəf anadan olub 1900-cü ildə Tovuzun Əlimərdanlı kəndində. Əzəl dəmirçiyə şair dayanıb, sonra dəmirçi işləyib. Aşıq Nəcəf Alıoğlu sazın sözün qədir qiymətini öyrənibdi Aşıq Hüseyin Bozalqanlıdan. Aşıq Nəcəf Alıoğlunun sinəsindən çoxlu qoşmalar, gəraylılar, müxəmməslər qopubdu. Ancaq onların xeylisi itbat olub gedib. İndi Bakıdan Aydın Musayevin, Aşıq Nəcəf Alıoğlunun bizə yolladığı yazılarından bir parasını sizə çatdırırıq, əziz dinləyicilər. Gözləri can alan gözəl, gözəldə ilqar olmazmı? Sənin dərdin bağrı məzər, işim ahuzar olmazmı? Əylən görün mələksada, ver əlindən mənə bada, məni qoyub getdin yada, gülə həmdəm xar olmazmı? Olmaz sənin kimi pəri, mənəm gözünə müştəri, Nəcəf deyər müxtəsəri, səndən mənə yar olmazmı?
bəslədim ömrün bağını. Gəl ey budağından üz gilə indi. Yar yara deyəndə sözün sağını, gərək qaş oynada üz gülə indi. Könül gərək çeşmə kimi qaynaya, tərlan kimi ərş üzündən oynaya. Ay sevgilim, əksin göstər aynaya, gör necə bənzəyir üz gülə indi. Kimə yol göstərdim, eylədim xata, qail oldum haqdan gələn barata. Nəcəf, sözün yetişmədi isbata, çalxan qan bəhrində üz gülə indi. Kənar gəzmə, yar, otağa qədəm bas. Asta-asta gəl qadasını aldırın. İnsaf eylə, məhəbbəti unutma, kəsmə bizdən yol qadasını aldırın. Saği ol, məclisdə gəl payla şərbət, nazu qəmzə etmə, sözüm var xəlvət. Bircə saat mənlə eləyib söhbət, xumar gözlə gül qadasını aldırın. Axtarıb Nəcəfi eyləsən soraq, ələ düşməz azad dövran bu növraq. Sönməz nurdan yanan belə bir çıraq, tarix boyu bil qadasını aldığım. Dəhli dinləyicilərimiz, sözümüz baş oldu, vaxt da gəlib çatdırdı özün. Bulağı arıya ərsiyə gətirənləri deyək. Rejissor Ziyafət Abbasov, musiqi bəzəkçisi Mehriban Bəşirzadə, səs düzəkçisi Elçin Kərimovdur. Verilişi qələmə alan Vaqif Əlixanov. İşiniz avand olsun. Sağ olun, sağ olun.